Mərdəkan, Şağan, Buzovna, Bilgə, Nərdalan. Bir dənə də qala var. Onu amma heç kim bilmir. Biz saradır, Heydər mərkəzi yoxdur. Heydər mərkəzi, Heydər prospekti gəlir, yol qurtarır. O dönəm var. Burada bu Abşeronun tam ortasındayıq, tam mərkəzindəyik. Buradan bizə baxıb bütün kəndlər hamısı görsənir. Əsasən də dənizqırağı kəndlər. Qalaların tikilməsi də odur ki, bir-birlərinə ötürmək üçün. Yəni, ta şəhərə kimi, amma bizdən qabaq da qalalar olur. Məsələn, Buzovna qalası, Mərdəkan qalası, Şağan qalası, Bilgək qalası, Nərdalan qalası, bunlar dənizqırağı. Bu onları görürük də ancaq. Ondan sonra içəridə Meştağı qalası. Meştağı qalasından sonra Ramana qalası, Ramana qalasından sonra Sabunçu qalası. Sabunçu qalasından sonra Keşdə qalası. Bir dənə də qala var, onu amma heç kim bilmir. Biz saradır, Heydər mərkəzi yoxdur. Heydər mərkəzi, Heydər prospekti gəlir, yol qurtarır. O dönəm var. Prospekt qurtarır, düşürək aşağı. Bax, düşəndə sol tərəfdə. Sol tərəfdə bir dənə qala olub. Salxım üstü qalası deyirlər ona. İndi orada nə var? Orada indi hava proqnozu deyilən bina var. Bax, o binanın yerində. Kimisə boynuna atmaz. Yəni, bu qalalar bir-birlərini ötürürlər. Bax, burada günüzlər tüstü vasitəsindən, axşamlar isə ocaq vasitəsi, alov vasitəsindən ötürürlər. Yəni, necə? Bir təhlükə gəlir, məsələn, gəlir bu tərəfdən, Mərdəkan qalası tərəfdə, yaxud Nərdalan qalası, dənizdən gəlir də. O, ona xəbər edir Meştağı qalasına. Həm tüstü vasitəsi, həm də çapar göndərirdilər. O xəbər edir ona, oradan xəbər edirlər Ramana qalasına, buradan xəbər edir, bir-birlərini xəbər edir. Ta çatırdı xəbər içəri şəhərə ki, dövlət hazırlaşırdı. Buradan başqa qalalar görsənir. Buradan görsənir. İndi yox, indi evlər var, görsənmir. Məsələn, bütün qalalar buradan bir-bir görünmür. Hamısı bir-birlərini görürlər. Bunlar xəbərdən də başqa bir-birlərini xəbərdən başqa. Həm də ki, bir növ ças idi. Başqa bir neçə dilənçək, burada əskərlər var idi. Oradan gələn birinci bunları hamısını almalı idi, məbluğ eləməlidir. Bu da vaxt itkisidir. Başa düşdünüz ki, o qala ilə dalaşır, ondan sonra keçir, obsu qala ilə döyüşür, bu qala ilə döyüşür, obsu dövlət ordu gəlir qabağa. Yəni ki, ordu xəbəri yoxdur, axı birdən-bir hücum olub. Ona görə də bu qalaların tikilmə səbəbi budur. Həm də gözətsiz də, bunlar burada yəni müharibə olmayıb. Bu qalada müharibə olmayıb. Amma öz belə deyək də ehtiyatlarını saxlayıb gözətsiz qalalar tikiblər. Yəni bu qala hal-hazırda gördüyü kəndlər bunlar olub. Mərdəkan, Şağan, Buzovna, Bilgə, Nərdalan. Yəni bunları görülmüş bu. Ondan başqa obsu kəndlərdə obsu qalalar görülmüş. Yəni qalanın tikilmə səbəbi budur. Yəni bütün qalaların tikilmə səbəbi budur. Amma bu qala günümüzə gəlib çıxıb. Amma çox qalalar var ki, Bakı kəndlərində çox qalalar var ki, günümüzə gəlib çıxmıyor. İnşallah onlar haqqında bir gözəl bir layihəm var. Onu inşallah yayda işləyəcəm onu. Çoxsunun şəkilləri məndə var.